Demək bir neçə gündür ki, qardaş ölkə Türkiyənin rəhbəri Rəcəb Tayyib Ərdoğan haqqında dezinformasiya, yalan xəbərlər paylaşırlar ki, güya Rəcəb Tayyib Ərdoğan dünyasını dəyişib, bir neçə gündür ki, görsənmir. Rəcəb Tayyib Ərdoğanı sevməyənlər ölsün. Adam illərdir, yıllardır xalqına, millətinə, dövlətinə xidmət edir. İndi 1-2-4 gündür görsənmir, istirahətə çəkilib deyə başlayırlar onun haqqında yalan və dezinformasiya xəbərlər paylaşmağa. Zaten bu hardan qaynaqlandığı da bəllidir. Onu Türkiyənin dövlət qurumları bu haqda tədbirlər görür. Amma unutmayın ki, Türkiyənin bu dəqiqə ayaqda qalmağının səbəbi Rəcəb Tayyib Ərdoğandır. Bax, bunu mən söz bir deyirəm. Yaşasın Rəcəb Tayyib Ərdoğan. Tanrı Rəcəb Tayyib Ərdoğanı qorusun.